Salam dostlar, bunu sizlərlə birlikdə hesab tanıtımı edəcəyəm. Yorumlarda, şöhrəsində yorumlarda yazmışdınız ki, videomda yazmışsınız ki, hesab tanıtımı gəlsin. Mən də buna görə hesab tanıtımı edəcəyəm. İndi hesab tanıtıma keçmədən əvvəl kanala like və abunə olmağı unutmayın. Bu video 10 like gələrsə, yeni bir video gələcək. İndi birinci hesabımıza girək, biraz qoymalıyım. Gördüyünüz kimi hesabın profilini dəyişdirdim. Bu çox xoşuma gəldi, bunu qoydum. Gördüyünüz kimi 37 prestij, 42.000 kupaya 2 dənə də 2 prestijim var. Bu arada dostlar, bu oltada kasıram 1336'da, onu da eləyəcəm. Belədir. Daha sonra isə aşağı indiyimizdə zaferlərdə 1645 hesablaşma, 1076 300 zafer. 300 zafer çox oynamıram, ona görə tek hesablaşma daha çox oynayıram. Sonra 39 kazanma serimiz var. Azi Titans bizim kulübümüzdür. Mən yaratmışam. Siz də bizim kulübümüzə gəlmək üçün çöp var, bilmem ne var, anladın mı? Ceren'in borcu, anladın mı? Bu sonra mənəm, üçüncüdə xardır. Gördüyünüz kimi burada yəni söyüşləməyə falan qoymuruq. Həmçinin aktiv olmayanı da qoymuruq da. Yəni kod çoxalma çalışırıq. Daha da aşağı inək. Gördüyünüz kimi aşamalıda sayğındır. Şu anki indi altın birəm. Ən çox da gizemli bir olmuşam. Daha sonra isə kayıt seviyesində də 5-ci səviyyədəyəm. Şey eləyirəm, 20 eləyəndən sonra 6'ya keçəcəyəm, az qalıb. Sonra gördüyünüz kimi hesab oluşturma tarihi 2024'dür. Aslında dostlar 2024 deyə bilərsiniz ki, 2 ilə 42.000 kupa az deyil. Düzdür dostlar, azdır. Mən bir aralar dostlar oynadım biraz, sonra 10.000 kupada falan bıraktım. Bayağı bir bıraktım. Onda hələ prestij sistemi yox idi. O zaman ranklar var idi, 35 rank falan. Onlar var idi. Ona görə də rahat kazanmırdım. Yəni rahat kazanmırdım. Yəni həm orada kasmaq çətin idi. Amma yəni 10.000'ə kimi kasıb bırakmışdım. Sonra 2026'da falan yenə 2026'da yenə başladım. İndi iyuldur. Təxmini bir 2026'nın yanvarında, fevralında başladım kasmağa. Dayanmadan kastım, bu qədər kastım. Amma niyə aşamalını çox oynamadım? Bu arada aşamalında heç, yəni o zaman heç bir dostum yox idi. Aşamalında tek kastım, yəni 100'lə bitər gizemliyə çıxartdım. Gizemdən sonrasını kazanmadım çünki çox çətin idi. ne yapayım? Aşamalıya odaklanmaq istəmirdim. Ona görə belədir. Boss savaşında mən çox oynamıram. Ona görə də çılğındır. Ən fazla da mücadilə zəfərdə 6'dır. Yəni mən ancaq şey oynayıram da. Ya tek hesablaşma ya da ki aşamalı. Yəni boss savaşı falan gələndə bəzən oynayıram, nadir hallarda. Başqa göstərəcəyim. Burada da 21 gün qalıb. Mən bura çatdım. Az qalıb çatıram. Sonra 94 elmasım var. 76'da karakterim. Sonra bunu atmağı istəyirəm Nuri. Çünki çox şeydir. Öyle biri. Can biz de birileriyiz yani. Biz olmadığı için çok da oynamıram. Amma kutu açanda falan kredi gəlir. Kredi ilə də sözcü açmağa çalışıram. Siz də burada sözcü açmaqda yaxşı edirəm, yoxsa yorumlarda yazarsınız. Sonra burada kazen açmağa da az qalıb. Yəni hesabım belədir. Sonra 43 gündə günlük serim var. Arkadaşlardan da çox adam yoxdur. Yəni azdır. Çoxsu tanıdığımdır. Sonra məsələn yəni bu azdır. Sonra
burada uğurlu adam falan. Sonra Tutana Kenzi. Bu da bizim kulübdəndir. Özü çox qəşəng oynayır. Dostlar, bu arada mən də Edgar 2000 kupa eləmək istəyirəm. Çox az qalıb, çünki gördüyünüz kimi 1620 kupadır. Amma kasa bilmirəm. Sonra ən yuxarıdakı AK Dragon'dur. Gördüyünüz kimi hamısını 1000 kupa eləyib. Təkcə bir dənə voltu qalıb, onu kasmalı. Sonra başqa da heç kim, yəni başqa da Kingo bizim şeydədir, klubda. Vortex də bizim klubdadır. Sonra bu qədər hesab tanıdımı. Başqa da göstərəcəyim. Yəqin ki Allin kasacağım 1000 kupaya. Sonra başqa göstərəcəyim bir şey qalmadı. Sonra burada da 60'dır. Yəni 69'u 120 kasıram. Yəni 120 elədikdən sonra bunu 120 eləyəndən sonra kostüm almağa çalışıram. Burada da bayağı bir nano güçləri almışam, gördüyünüz kimi. Mən amma çalışıram daha çox boltunu alım. Çünki boltu alıb 2000 kupaya kasmaq, həm də çalışa bilsəm 3000 kupaya kasmaq istəyirəm. Daha sonra çox karakterin nano gücü var. Buradan da siber çeliğini almaq istəyirəm. Çox qəşəng görsənir, amma tabii ki də param yetmir. Bu arada dostlar, sizcə buradan bunu alım, bu simgəni, oyun simgəsini alım, yoxsa almayım, 67 elmas verim. Bu arada 15 günə falan şey gələcək, korsan güncəlləməsi. Onda yəqin kod falan alaram. Burada da günlük edilib bir dənə bug var idi. Məsələn, indi bunu işləmir deyəsən düzəldiblər. Məsələn, basırdın üstünə bir dəfə, çıxırdın aydan bir də girirdin, bir dəfə də basırdın, ancaq verirdi. Yəqin ki düzəldiblər. Onun sayəsində həm 10 kredi ala yəqin ki burada sörcə falan almaq olardı. Yəqin ki bəzi adamlar elə eləyib. Nəysə dostlar, videomuz bu qədər idi. Kanala abunə olmağı unutmayın. Daha fazla videonun gəlməsi üçün bu video 10 like gələrsə, 10 like gəldiyi zaman başqa video daha gələcək. Görüşmək üzrə, bay bay.